Avropa və Amerika turnesindən sonra Prezident İlham Əliyev ölkə daxilində səfərə çıxır. Dövlət başçısı əvvəlcə Lənkəran, daha sonra Qarabağda tədbirlərdə iştirak edəcək və görülmüş işlərlə yerindəcə tanış olacaq. Peşə təhsili artıq bütün dünyada alternativ yox, iqtisadi inkişafın əsas dayaqlarından biridir. Ölkəmizdə də bu sahənin prioritet istiqamətlər sırasına çıxması təsadüfi görünmür. Məqsəd aydındır. Gəncləri real bacarıqlarla təmin etmək və onların məşğulluq imkanlarını genişləndirmək. Açılışı olan Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində turizm, kənd təsərrüfatı, sənaye, xidmət, IT texnologiyaları, alternativ enerji istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir. (2025-26-cı tədris ilində mərkəzdə 42 ixtisas, 55 qrup üzrə 962 tələbə təhsil alır. Nəzəri biliklərsiz yəqin ki, təcrübə natamam olardı. Bu biliklərin əldə edilməsində mərkəzin kitabxanası tələbələrə kömək eləyəcək. Peşə təhsilində praktik biliklər müstəsna əhəmiyyət kəsb eləyir. Heç şübhəsiz odur ki, mərkəz özəl və dövlət sektorunu təmsil edən 30-a yaxın müəssisə ilə əməkdaşlıq eləyir. Afər, çox maraqlı bir məqamı bildirir. Deməli, son tədris ilində artıq 400 qız tələbə burada təhsil alır. 8 il bundan öncə isə cəmi bir tələbə təhsil alırdı peşə təhsilində. Bu yerli limon. Bəli, yerli limondur. Bunun da yetişdirilməsində tələbələr iştirak edir. Birbaşa tələbələr iştirak ediblər. Deməli, ən calaq məsələsində əvvəl biz onları calaq etmişik, sonra bundan müəyyən səviyyəyə gələndən sonra yer dəyişmə etmiş onların elə bir əkmişik və qulluq olunub, artıq məhsul da üstündədir. Eyni zamanda bizim tələbələrimiz demək olar ki, bütün biznes prosesi görürlər davamlı olaraq. Yəni bizim əsas məqsədimiz odur ki, bu işin əvvəlindən, lap əvvəlindən sonuna qədər, yəni ki, o dəyər zənciri ki var, məhsulun bazara çıxana qədər tələbələrimiz o prosesin iştirakçısı olsunlar, ona əyani formada görsünlər və gələcəkdə öz bizneslərində belə istifadə edə bilsinlər. Tullantılardan tələbələrin hazırladığı dekorasiyalardır. Var həmçinin. Tələbələrimiz yaradırlar. Bunlar da həmçinin tullantılardan hazırlanıb. Siz orada görünüz də rahatdır. O qədər rahatdır ki, çox yoxlayaq. Yoxlayın, çox rahatdır. Bu da tullantılardan. Həqiqətən çox rahat. Satışa çıxarılsa, ənənəvi kreslolardan daha uğurlu satılar. Afərən, burada nə təqdim olunur tələbələr? Hansı biliklərə yiyələnə bilirlər? Son dövrlərin ən müasir ixtisaslarından biri hibrid və elektromobillərin diaqnostikası ixtisası açılır. Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində hal-hazırda tədris gedir onunla bağlı.
Lənkərandan Xocalı neçə kilometr? 300 çox. 341 kilometr. 341. İndi isə yolumuz Xocavənd rayonundadır. Dövlət başçısı burada Xocavənd kəndində, daha sonra Xocavənd şəhərində və Xocalı rayonunun Xanabad kəndində görülmüş işlərlə tanış olacaq və sakinlərlə görüşəcək. Təbiət Qarabağda xəsislik etməyib. İndi bölgənin gələcəyi də aydın və günəşli görünür. Xocavənd rayonunun Xocavənd kəndi artıq sakinlərini qarşılayır, ev sahiblərini. 20 ailə, 94 nəfər artıq kəndə qayıdıb. Kənddə ümumilikdə 278 fərdi ev var. Onlardan 128-i yararsız, 150-si isə qismən yararlıdır. Qismən yararlı evlərin 20-si artıq təmir olunub. Bu il daha 130 evdə təmir işləri aparılacaq. Evlər bərpa edilir və mart-dekabr aylarında kəndə daha 130 ailə, 533 nəfərin qayıtması planlaşdırılır. Bir qədər sonra Prezident İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olacaq. Dövlət başçısına stendlərdə kənd və kənddə görülmüş işlər barədə məlumatlar təqdim ediləcək və Prezident İlham Əliyevin bir neçə mənzilə baş çəkəcəyi gözlənilir. Məsələn, köçün reallaşdığı mənzillərdən biri. Görək, ev sahibləri evlərində də səhv etmirəmsə. Salamünaleyküm. Qonaq gözləmirdiniz yəqin. Necədir şərait? İstilik, su, işıq, hər şey yerindədir. Hər şey yerindədir. Kənd necə? Kənd də gözəldir. İnşallah hamı da qaydar, hər tərəf gözəl olar. Çox gözəldir, hər şey yaxşıdır. Day, nə vaxt çıxmışdınız kənddən? Neçə yaşınız var idi? Mən çıxmışım 92-ci ildə. Hardasa 29 yaşım var idi. İndi şükür Allah prezidentimizin canını sağ eləsin, ömrünü uzun eləsin. Bizə xoş gün qismət elədi. Allah şəhidlərimizə rəhmət eləsin. Torpaqlarımızı aldılar, gəlmişik, çat-çalan oturmuşuq evimizdə. Bu ərazilərdəki döyüşləri yəqin xatırlayırsınız. Ben özüm veteranım. 90-cı illərdə, 92-ci illərdə döyüşüm olmuşam. İndi şükür də bundan da artıq nə də Allah prezidentin canı salamat eləsin. Təsərrüfatla məşğul olmağa həyat yanı əraziniz də var. Var, hamısı var. Baxa bilərik. 15 çox torpaq veriblər. Hal-hazırda meyvə ağaçlar əkilib. İndi təsərrüfatda istifadə edəcək də indi kənd yeridir, yəni kətdə kətçi kimi yaşayasan. İndi olacaq da çörəkdən, cücədən yavaş-yavaş saxlayacaq inşallah. Yaşayacaq, şükür. Şükür bugünə. Gözünüz aydın, təbrik edirik. Dayı, təbrik edirik sizi. Sağ ol. Biz Azərbaycan televiziyasındanıq. Hoş geldiniz. Xoş gördük. Gözünüz aydın. Sağ olun. Allah şəhidlərimizə. Neçə yaşınızda çıxmışdınız buradan? Hansı əhval-ruhiyyə ilə 30 qayıdınız? yaşından çıxmışıq. Ağlarla getdik, gülə-gülə qayıtdıq. Gəldi yanına kömək sökmədə, gəldi şərətin təmin edilir. Gözünüz aydın, təbrik edirik. Çox sağ ol. Balaca, necəsən? Açığım. Necəsən? Yaxşı. Gəl sən öpüm. Ben sağ olun. Sağ olun. Xoşuna gəldi kəndiniz? Gözünüz aydın, təbrik Çox sağ edirik. olun, aydınlıq içində olasınız. Bugün biz çox sevincliyik, öz torpağımızdayıq, övladlarımı da bu görmədiyim torpaqlarda böyüdürəm, evimdə gələcəyin kəsgərini böyüdürəm.
Artıq övladlarımız raket səsinə, güllə səsinə ayılmır. Qarabağda inşallah musiqi səsinə, muğam səsinə ayılacaqlar. Buna görə də çox sevincliyəm. Bir gənc müəllim kimi bu torpaqlarda şagird yetişdirmək ən böyük arzumdur. Təbrik edirəm. Doğma vətənə qayıtmaq münasibətilə. Siz buralım. Bu kəndə gəlin. Təbrik edirəm sizi. Xoşbaxt yaşayın. Doğma Qarabağ torpağında, doğma kəndinizdə. Hamısı sayesinde. Xocavənd şəhəri də həyata qayıdır. Ev sahiblərinin qayıdışı ilə bir neçə gün öncə Xocavənd şəhərinə artıq 50 ailə qayıdıb. Ümumilikdə isə Xocavənd rayonunun 5 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər məskunlaşıblar. Xocavənd şəhərinin mərkəzi küçəsində bir qaynaşma, qələbəlik yaşanır. Bu həm böyük qayıdış, həm də ali qonağın səfəri ilə bağlıdır. Fərdi yaşayış evləri ilə bərabər bu yaşayış binalarında da artıq keçmiş məcburi köçkünlər məskunlaşırlar. Xocavənd şəhərinin ilk sakinləri, böyük qayıdışdan sonra ilk sakinlərinin mənzilindəyik. Salam balaca. Necəsən qızım? Yaxşı, siz necəsiniz? Sağ ol. Neçə yaşın var sənin? 10 yaşım. Məktəbə gedirsən, neçədə oxursan? 4-də. 4-də oxursan. Baxmısan şəhərə, evə? Bəli, baxmışam. Xoşuna gəlir? Bəli. Nə xoşuna gəlir? Təndir. Təndir. Böyüklər evdə, valideynlər evdə. Salam aleyküm. Hərbiçi ailəsinə gəlmişik desən. Hoş gördük. Hoş geldiniz. Necəsiniz, gözünüz aydın. Çok sağ olun. Şadım ki sizi Xocavənd rayonunda öz doğma yurdumda sizi qarşılamağa şadım. Bu istiqamətlərdə döyüşməmişsiniz? Bəli, bu istiqamətdə döyüşmüşəm. Cəbrayılda döyüşmüşəm, Füzulidə döyüşmüşəm, Xocavənddə döyüşmüşəm, Şuşaya qədər getmişəm. Döyüşlərdə iştirak edemişəm. Bütün döyüşlərdə. Çox sağ olun. Təndirimiz də var burada. Nənə, neçə il qabaq burada təndir qalamışdınız? 33 il. 33 il bundan qabaq. Ali. Ali. Dinledim. Necədir məhəlləniz? Şəhəriniz? Xoşunuza gəlir bura? Yaxşıdır hər şey. Sen de geldin ha? Nə xoşunuza gəlir? Parkda, evdə. İşte ana. Oynayırsınız burada hər gün? Şəhər sakinlərisiz? Bəli, bəli, bəli. Təbrik edirik, gözünüz aydın. Çox sağ olun, var olun. Mən bu günə çox şadam. Şəraitimiz də çox gözəldir, çox yaxşıdır. Allah hökumətimizi, dövlətimizin bayrağını həmişə uca eləsin. Var olun, var olun. Sağ olun, gözünüz aydın. Hem sevinirik, hem kədərlənirik. Sevinirik o günə ki, doğma yurdumuza qayıtmışıq. Kədərlənirik ki, çox şəhidlər vermişik. Nə bilim, pis günlərimiz olub. Ona görə kədərlənirik. Həmən tarix gözümün qabağından keçir, mən həyəcanlanmıram. Düzdür, bəli. Mən hamıya təşəkkürümü bildirirəm. Xocavənd şəhərindən çıxdığınız Mən günü necə özüm birinci Qarabağ müharibə veteranı Hüseynova mükafatı Əfqar qızı. Heç gözümüzə inanmırıq. O qədər xoşbəxt hiss eləyirik ki, özümüzü. Gəlib vətənə çatmışıq. Vətəndə yaşayırıq. O qədər sevincimizin həddi hüdudu yoxdur. Bu günə min şükür.
xəstələr ağrılarını unudub, yəni yaşlılar öz yaşlarını unudub. İnanın ki... İndi özünüzü neçə yaşda hiss edirsiniz? Onu ürəyimizdən soruşaq, özümüzü cavan hiss edirik. Bugün gözəl bir günü görmək əlbəttə bizim üçün... Çıxdığınız yaşda? Bəli. Çıxdığınız yaşda 34 yaşımda çıxmışam, amma indi 68 yaşım var. Amma hiss edirəm ki, yenidən 34 yaşı yenidən yaşayıram. Çünki illərlə gözləmişik, bu gün yerlərin həsrətini illərlə gözləmişik. Uşaqlığımızı, gəncliyimizi keçirdiyimiz o günləri yenidən yaşayırıq. İcazə verin bunu taxım. Sizin də bura bir qayıdış hekayəniz var. Siz isə bura qayıdışımızın səbəbkarları sırasındasınız. Həmin günü necə xatırlayırsınız o döyüş günlərini? Torpaqlarımız işğal olduqdan sonra Ağcabədi rayonunda yerləşən məcburi köçkünlər şəhərciyində dünyaya gəlmişəm. İşğal barəsində, o məşəqqətli günlər barəsində hər zaman atamla, əmilərimlə və böyüklərdən eşitdiklərimlə, belə deyim, onların başına gələn hadisələrin xronologiyasını yaşaya-yaşaya böyümüşəm. Və bu səbəbdəndir ki, mən öz seçimimi hərbi sahəsində etdim. Qanla verilmiş torpaqlar əlbəttə ki, qanla alınmalıydı. Düşməni geri 30 illik öz torpaqlarımızdan qovduq, suveren Azərbaycan torpaqlarının bərqərar olmasına nail olduq. Mənim uşaqlığım məcburi köçkün şəhərciklərində keçsə də, mən fəxr edirəm ki, mənim övladlarım bugünkü gündə öz ata-baba torpaqlarında gəzir, oynayır, sevinir. 19 noyabr səhər tezdən oyandıq. Gördük ki, təmiz mühasirəyə bizi alıblar. Orada baxdıq ki, 22 nəfərik. 3 yerdən də atırlar. Orada bizcə əlacımız ona qaldı ki, hava telefonu vardı. O hava telefonu ilə zəng elədi Ağdama, oradan BTR-lə gəldilər, bizi çıxartdılar. Bugün də çox şükür, çox şükür, Azərbaycanın bayrağı ucalarda yellənsin həmişə. Yaşasın Azərbaycan. Xocavənddə 980 ədəd fərdi ev mövcuddur ki, onlardan 133-ü yararsız, 847-si qismən yararlıdır. Qismən yararlı evlərdən 55-i artıq istismara tam hazırdır. Bu il ərzində daha 792 ev təmir ediləcək. Hazırda Xocavəndin 5 yaşayış məntəqəsində ümumilikdə 1485 nəfər, 355 ailə məskunlaşıb. Hoş geldiniz. Allah sizi de saklasın. Sizin sayenizde öz torpaqlarımıza qayıtmışıq. Minnəttar. Biz de sizi təbrik edirik. Çox sağ olun. Nəvələrim burada böyüyəcək. Ən böyük şərəfdir. Böyük qayıdış addım-addım davam edir. Xocavənd şəhər və Xocavənd kənd sakinləri öz doğma yurd yuvalarına qayıdırlar. Bu qayıdışın müəllifi Prezident İlham Əliyevin iştirakı ilə. Şükür bugünümüzdə, şükür bugünümüzdə. Hoş geldiniz. Şükür bugünümüzdə. Sağ olun. Çok şükür. Çok sağ olun. Sağ olun. Tebrik ederim. Artıq 2 ildə çoxdur ki, bütün əraziyə Azərbaycan dövlətinin suveren ərazisinə biz nəzarət edirik. Düşmənin o sonuncu yuvasını da dağıtmışıq. Separatçıları da qovmuşuq. Onları da məhkəmə qarşısında cavab verməyə məcbur etmişik.
və ədaləti tam bərpa eləmiş. Ona görə o artıq ağır dövr geridə qaldı. Arxada qaldı, bir də qayıtmayacaq. Bugün dövlətimiz güclüdür, ordumuz güclüdür və xalqımız artıq bu illər ərzində bütün dünyaya öz böyüklüyünü göstərmişdir. Azərbaycan qədər belə tam və mütləq qələbə qazanan son 80 il ərzində ikinci ölkə olmamışdır. Yaxşı yol. Sağ olun. Sağ olun. Sağ olun. Hələ nəvəni də adı. 59 təvəllüdəm, siz 60. Ha da, mən 61. Mən də 61-əm. Sağ olun. Nəvən də adı. Sağ olun. Sağ olun. Allah ilhamları. Allah sizi qorusun. Sağ olun. Sağ olun. Xanabad kəndinin sakinləri qayıdışları ilə kəndə yeni nəfəs gətirirlər. Bir neçə gün əvvəl 38 ailə, 154 nəfər kəndə qayıdıb. İşğaldan sonra valideynlərini saldı. Şehirlərə şehir öyrəndim. Bəli, Xanabad kəndi. Anladım. Gedək şəkil-şəkil ayrıdan. Yetər inşallah. Ot götürürsən buca. Aynen. Bu şu balası. Bak oraya şekil çekiyorsun. Bak. Bak oraya bak. Sağ olun. Sağ olun. Sağ olun. Prezident İlham Əliyev Qarabağ səfəri çərçivəsində Xocalı rayonu Xanabad kəndində görülmüş işlərlə də tanış oldu. Stenddə dövlət başçısına kənd və burada görülmüş işlər barədə məlumatlar təqdim edildi. Eyni zamanda Prezident İlham Əliyev sakinlərdən birinin mənzilinə baş çəkdi. Bu həmin mənzildir. Azərtazın operatoru tədbir yerini tərk eləmir. Necəsən? Nə yeyirsən? Yağı. Dadlıdır? Hə. Kəndiniz necədir? Yaxşı. Adın nədir sənin? Duyğu. Neçə yaşın var? 5. 5. Bağçaya gedirdin? Bahçeye dedim ama çıktım orada sonra kürsü ettim. İndi burada nə edəcəksən? Məktəbə, bağçaya gedəcəksən? Yaxşı oxuyacaqsan burada? Söz verirsən? Hə. Qarabağın gözəlliyi özünü həm də Xocalı rayonunun Xanabad kəndinin timsalında göstərir. Olduqca füsunkar bir təbiət mənzərə açılır buradan. Gölün gözəlliyindən yaxşı istifadə olunub bu seyrəngahın qurulması ilə. Salamünaleyküm. Hoş gördük. Gözünüz aydın. Təbrik edirik sizi. Sağ olun, Allah sizlərə. Bu gözəllikdən yəqin həzz almağa düşürdünüz həm də. Bəli, bəli. Həmin Əvvəllər də var idi bu göl. əvvəllər də var idi, son vaxtlar var idi. Laf sübtədən yox idi. Buradan ağlaya-ağlaya getmişdi. İndi gülə-gülə bizi qaytardılar. Allah onlara ömür versin. Allah şəhidlərimizə rəhmət eləsin. Gəzmisiniz kəndi. Gəzmişəm. Çox gözəl, çox gözəl, çox yaraşıqlı. Camaat müharibədən qabaq nə ilə məşğul idi kənddə? Kənddə hər bir şeylə məşğul idi. Təsərrüfatla məşğul olan var idi. Buranın torpağı
Torpağı çox gözəl, yaxşı torpaqdır, qəşəng torpaqdır. Əkinçilik üçün çox Əkinçilik, biçinçilik üçün çox gözəl şəraiti də var. Təəssüflər olsun ki, imkan vermədilər, axırıcan işimizi yekunlaşdırıq. yarı qalmış yerdən davam edərik. Yarı qalmış yerdən inşallah deyə bu gözəl nəvələr, nəticələr hamısı davam eləyərlər. Bizdən sonra. Xocalı Memorial kompleksi bu illər ərzində Bakıda da qurula bilərdi. Ancaq hər şey zərgər dəqiqliyi ilə hesablanmışdı. Bu kompleks məhz indi, məhz Xocalıda qurulmalı idi. Quruldu da. Elektron məlumat lövhələrində Xocalı ilə bağlı məlumatlar əks olunur. O cümlədən bu lövhədə Heydər Əliyev Fondunun Xocalı soyqırımının tanınmasındakı rolu ilə bağlı müxtəlif ölkələrdə həyata keçirilmiş tədbirlər barədə məlumatlar verilir. Kompleksdə eyni zamanda Xocalı faciəsi ilə bağlı dünyanın müxtəlif ölkələrində yerləşdirilmiş abidələr əks olunur. Onların maketləri, məsələn, Niderland Krallığında Haqada, Almaniyada, Berlin şəhərində, Meksikanın paytaxtı Mexikoda, Ankarada yerləşən abidənin maketi və digərləri. Sarayeva, Bosniya və Hersegovinadakı abidənin maketi. Bu elektron lövhədə isə Xocalı faciəsi ilə bağlı statistik məlumatlar təqdim olunur. Hər iki valideynini itirmiş uşaqlar, onların adları, təvəllüdləri təqdim olunur. İtkin düşən və taliyi naməlum şəxslər, tamamilə məhv edilmiş ailələr və s. Xocalı soyqırımı dünya mətbuatının səhifələrində. Növbəti elektron lövhədə. Və soyqırımla bağlı qəbul edilmiş beynəlxalq sənədlər müxtəlif ölkələrin qanunverici orqanları tərəfindən. Böyüklər üçün xatirələri, uşaqlar üçünsə oyunları və oyuncaqları unudulmazdı. Onlar oyuncaqlarını Xocalıda qoyub getmişdilər həm də. Necəsiz? Sağ olasınız, Siz Xocalı faciəsinə öz sərgilərinizdə həmişə xüsusi yer ayırmısınız. Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında rol oynamısınız. Sağ olasınız. Və bugün tədbirdə iştirak edirsiniz. Bəli. Bölüşmənizi istərdim bu barədə fikirlərinizi. Görün ki, 34 il bundan əvvəl vəziyyət nə cürdür, şərait nə idi burada mən görmüşdüm və indi burada görürəm. Bu özü dünyada ən böyük ibrətdir, ən böyük dərsdir ki, görün nə qədər haqq həmişə yerini tapacaqdır. Zülüm yerdə qalmayacaqdır. Təşəkkür edirik. Sağ olun. Bu torpağı, bu yeri, yurdu, mən özüm də Xocalınam, ayaq basmağımızın səbəbi şəhidlərimizdir, qazilərimizdir, veteranlarımızdır. Başda da Ali Baş Komandandır. Bəli, bundan düzdür, kədərli olsa da mən də qardaşım ailəsi, iki uşağı yoxdur.
Yəni bu günə qədər hələ tapılmayıbdı yəni. Bir tərəfdən kədər olsa da, bir tərəfdən sevindirici odur ki, bu torpaqlarımız bütün hamısı işğaldan azad olundu. Özünüz aydın təbrik edirəm. Gözümüz aydın olsun. Tarixi tədbirdə iştirak edirsiniz, nə hisslər keçirirsiniz? Mən çox hisslər keçirdirəm, xala qurban gələm. Ona görə ki, mənim 3 övladım, bir baldızım. Bacım balalarım işədə qalıbdı. Hələ ki, onların bir cəmalları, bir cəsədləri tapılmayıbdı. 34 ildir ki, gözümüz yollardadır ki, Allah'ın bu gününə şükür ki, onlara bax bu cür belə abidə qurulmağı, abidə tikilməyini gözümüzün biri gülsə də biri ağlayır. Öz cənab prezidentimizə dünyalar qədər təşəkkür edirəm. Allah prezidentimizin canı sağ eləsin ki, gəlib dərdimizə şərik olur, torpağımıza alıbdır, öz evimizdə oturmuşuq. Çox şükürlər olsun, bugünkü günə çox şükürlər olsun. Salam olsun. Hoş gördük. Bu nə medallarıdır daşıyırsınız? Bu Milli Qəhrəman Natiq Qasımov adına bir hörmətli cənab prezidentimizin təqdim elədiyi Milli Qəhrəman Qızıl Ulduz medalıdır. Bu da zəfər medalıdır. 8 noyabrla bağlı verilən zəfər medalıdır. Qardaşınız? Qardaşım. Xocalı soyqırımından sonra mənim qardaşım ikinci dəfə yenidən Qarabağa qayıtdı və döyüşlərə qatıldı. Mart ayının 12-sindən sonra itkin düşdü. Yəni itkin düşəndən sonra uzun müddət araşdırmalarda Aqanev jurnalında da dərc olunmuşdu ki, ermənilər onu əsir götürüb. Hətta belə bir deməli qarşısına şərt qoyublar ki, əgər təslim olmasa 23 nəfər Xocalıları güllələyəcəklər. Qalanlarının şəhid olmaması üçün Natiq Azərbaycan bayrağını götürüb və düşmən üstünə girdi. Yəni Xocalı ilə bağlı bizim özümüzün, ailəmizin də qəlbimizdə bir yaralı yerimiz var. Əmin-amanlıq, bundan gözəl heç bir şey yoxdur. Azərbaycan öz tarixini yazır. Bundan gözəl tarix yoxdur. Biz ona görə bu günləri ordumuza, Ali Baş Komandana borcluyuq ki, bütün məcburi köçkünlər, qaçqınlar öz doğma torpaqlarında məskunlaşırlar. Xocalı və Xocalılar üçün daha bir tarixi ədalət anı. Xocalı soyqırım memorialının açılışı Prezident İlham Əliyevin və Xocalıların iştirakı ilə. Bugün memorial kompleksin açılışı, məhz Xocalıda açılışı bu ədalətin təntənəsidir. Çünki mən bunu təməl qoyma mərasimində demişdim 2 il bundan əvvəl. Xocalılarla birlikdə bu kompleksin təməlini qoyduq. O vaxt demişdim ki, Heydər Əliyev fondu tərəfindən bu layihə çoxdan hazır idi. Və necə var, necə tikilib, belə də nəzərdə tutulmuşdu. Yer də seçilmişdi Bakıda və artıq son mənim qərarım lazım idi ki, bunun inşasına biz başlayaq və nəysə məni hər dəfə bundan çəkindirirdi. Sonra başa düşdüm o nə idi? O da inam idi ki, gün gələcək və bu memorial kompleksini biz Xocalada quracağıq və belə də oldu. Razı olardınız ki, mən sizin boynunuzu qucaqlayıb, sizin üzünüzdən mən öpərdim. Nəyə görə ki, 2011-ci ildə siz mənim evimdə çıxış eləmişsiniz ki, siz orada, siz mənə söz verdiniz ki, vaxt gələcək ki, torpaqlarınız alınacaq ki, sizə bundan da gözəl evlər tikiləcək ki, Allah sizi qorusun.